اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبه نستعين وهو خير الناصرين والمعين. Amma İslam şəriətində yerinə yetirilməsi vacib olan əməllərdən biri həc əməlidir. Buna həc ibadəti də deyərlər. Həc haqqında danışarkən bir çox cəhətlərdən danışmaq olar. Amma biz 3 cəhətdən danışarıq. Birinci cəhət odur ki, həcc sözünün mənası. İkinci cəhət həccin şər'i hökmləri. Üçüncü həccin mənəvi təsirləri. Birinci baxaq görək həcc sözünün mənası nədir? Həcc sözü ərəb sözü olub, həccə feilindən alınıb və bir neçə mənanı ifadə edir. Birinci mənası budur ki, qəsd etmək, niyyət etmək. Məsələn, həccə filanun deyəndə, yəni bir kəs qəsd etdi, niyyət etdi, bir yerə getdi. Haccı gedən şəxsə, həcc əməllərini yerinə yetirən şəxsə ona görə hacı deyirlər ki, o həcc əməlini yerinə yetirmək üçün qəsd edib, niyyət edib, Allahın evini ziyarət edib və orada vacib olan əməlləri yerinə yetirib. İkinci mənası budur ki, bir işdən əl çəkmək. Həccə filanun deyəndə, yəni bu şəxs artıq dünyadan əl çəkib, dünya işlərindən əl çəkib, Allahın evini ziyarət etmək üçün gedib. Ona görə o şəxsə hacı deyərlər. Üçüncü mənası da dəlil sübut ilə qalib gəlmək. Məsələn, həccə filanun deyəndə, yəni o şəxs həcc ziyarətinə getməklə, Allahın evini ziyarət etməklə orada bir çox dəlil sübutlarla üzləşir. Yəni Allahın nişanələri, Allahın ayələri ilə üzləşir. Ona görə həmin şəxsə hacı deyirlər. Yəni bizim dilimizdə işlətdiyimiz o söz ki var, hüccət, yəni onun da mənası dəlil sübut. Eyni kökdən, yəni hac sözündən qaynaqlanır. Amma terminoloji mənasına gəlincə, bir şəxsin Kəbə evini xüsusi qaydalarla, göstərilmiş qaydalara əsasən Allahın evini, Allahın buyurduğu qaydalar əsasında Allahın razılığını əldə etmək üçün, Allaha yaxınlaşmaq üçün Kəbə evini ziyarət edən və orada buyurulan əməlləri yerinə yetirməliyə hac ibadəti deyərlər. İkinci dedik, həccin şər'i hökmləri bu cəhətdən söhbət eləmək olar. Həccin şər'i hökmlərinə gəlincə, əsasən həccin vacib olma şərtlərinə toxunarıq. Çünki həccin əməlləri daha çoxdur. Hər ki bu haqda məlumat almaq istəyirsə, fiqhi kitablarda həcclə bağlı olan bölümlərə müraciət edir. Biz xülasə olaraq həccin vacib olma şərtlərindən danışarıq. Həccin vacib olma şərtlərindən birincisi həddi buluğa çatmaq. Ümumiyyətlə onu qeyd edək ki, həddi buluğa çatmaqlığın şərt olması tək həccə aid yox, İslam şəriətində buyurulan digər vacib əməllərdə də şərtdir. Məsələn, namazdır, orucdur, zəkatdır ki, bu məsələlərdə də həddi buluğa çatmaqlıq şərtdir. Adətən oğlanlarda 15 yaş qeyd olunur, qızlarda isə həddi buluğun yaşı 9 yaş qeyd olunur. İkinci şərt ağıllı olmaq, yəni əqli kamil olmaq. Dəli olan şəxsə həcci yerinə yetirmək vacib deyil. Eyni zamanda digər vacib əməlləri də yerinə yetirmək üçün ağıllı olmaq şərtdir. Üçüncü şərt azad olmaq, yəni qul olmamaq. Düzdür, indiki dövrdə quldarlıq dövrü olmasa da, İslam şəriətinin hökmləri sabit olaraq qalır. Dördüncü şərt istiaət deyərlər, yəni qüdrət, bacarıq. Bunun da bir neçə şərti var. Onlardan biri zamanın geniş olması. Yəni bir insan həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olmalıdır ki, ona hazırlığı olsun, səfər eləsin və həcc əməllərini yerinə yetirməyə vaxtı olsun. İkinci, bədənin sağlam və dözümlü olması. Birdən insan xəstə olar, bədəni sağlam olmaz və o getdiyi həcc ziyarətini tamamlamaq qüdrətində olmazsa, o şəxsə həcc ziyarəti vacib olmaz. Sonra yolun açıq və təhlükəsiz olması. Həcc ziyarətinə gedən şəxs bilməlidir ki, əmin olmalıdır ki, getdiyi yol təhlükəsizdir, getdiyi yol əmin, amanlıqdır. Yəni onun yolda heç bir təhlükə, heç bir xətər gözləmir.
Şərtlərdən biri də nəfəqə. Yəni bir insan həcc ziyarətinə gedirsə, həcc ziyarətinə getdiyi, yəni səfər müddəti boyunca öz ehtiyaclarını ödəmək üçün kifayət qədər maddi durumu, yəni pulu olmalıdır. Əgər pulu yoxdursa, olan qalan pulunu, məsələn, ödəniş eləyibsə, əli cibində heç bir pulu olmadığı halda yola çıxacaqsa, bu halda həmin şəxsə həcc vacib olmaz. Şərtlərdən biri də həccə gedib qayıtdıqdan sonra özünün və ailəsinin vəsaitini təmin etmək. Məsələn, bir insan elə bütün əlində olan pulu götürüb həcc ziyarətinə gedirsə və qayıtdıqda özünün və ailəsinin xərclərini ödəmək qüdrəti olmayacaqsa, yəni çətinliyə düşəcəksə, bu zaman həmin şəxsin həccə getməsi vacib olmaz. Bu 4 şərti ki, qeyd elədik, bunların hamısı bir şəxsdə cəm olarsa, artıq o şəxsə həcc ziyarətinə getmək vacib olar. Bu qeyd etdiklərimiz həccin vacib olma hökmləri idi, şərtləri idi. Amma dediyimiz kimi, həccin o digər əməlləri ki var, hər kim bu haqda geniş məlumat əldə etmək istəyirsə, həcc haqqında yazılan fiqhi kitablara müraciət edə bilər. İndi baxaq həccin mənəvi təsirləri. Həcc ziyarəti İslam dinində namaz, oruc, xums, zəkat kimi yerinə yetirilməsi vacib olan zəruri əməllərdən biridir. Hər kim bunu inkar edərsə, küfr etmiş olur və İslam dinindən çıxmış sayılır. Həccin vacib olması həm Qur'ana əsaslanır, həm də Peyğəmbər və Əhl-i Beytdən nəql olunan hədislərə. Məsələn, Qur'an-ı Kərimin Həcc surəsinin 27-ci ayəsində Allah buyurur, İnsanları həccə çağır ki, onlar sənin yanına piyada, uzaq bir yoldan hər cür miniklə gəlsinlər. Və yaxud da ki, Bəqərə surəsi 196-cı ayədə Allah buyurur, Allah üçün həcc və ümrəni tamamlayın. Yenə Ali-İmran surəsi 97-ci ayədə Allah buyurur, onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Bu ayələrə və digər ayələrə biz baxdıqda görürük ki, həqiqətən də həcc ziyarəti, həcc ibadəti vacibdir. Bu haqda bir neçə ayəni də qeyd etmək olar, bir neçə hədisi də qeyd etmək olar. Həccin mənəvi təsirləri, mənəvi faydaları haqqında da çoxlu hədislər nəql olunur. O hədislərin birində İmam Səccad əleyhissalam belə buyurur həcc haqqında. Və əmmə haqqul həcc, həccin haqqına gəlincə, ən tə'ləm ənəhu vifadətun ilə Rabbik. Biləsən ki, həcc Allaha tərəf, sənin Rəbbinə tərəf getməyindir, sənin Rəbbinə tərəf seyr etməyindir. Və firarun iləyhi min zunubik, günahlarından Allaha tərəf qaçmağındır. Və fihi qəbulu tövbətikə, həcc zamanı sənin tövbən qəbul olar. Və qadaul fərdilləzi əvcəbəhullahu əleyk. Və bir də Allahın sənə vacib etdiyi o vacib əməl ki var, onu yerinə yetirmək. İmam əleyhissalamdan nəql olunan bu hədisə baxanda biz görürük ki, İmam əleyhissalam bu hədisdə 4 mühüm məsələyə toxunur. Birincisi, insan həcc ziyarətini yerinə yetirən zaman Allaha tərəf getməsi. İkincisi, günahlarından Allaha üz tutması. Üçüncü, tövbələrin qəbul olması. Dördüncü, Allahın vacib buyurduğu əmri yerinə yetirmək. Biz həccin bütün əməllərinə ayrı-ayrılıqda baxdıqda, ayrı-ayrılıqda analiz etdikdə, ayrı-ayrılıqda hər bir əməlin mənasına diqqət etdikdə, görürük ki, hər bir əməlin təməlində insanın dünyadan, dünya malından, dünya nemətlərindən, dünya işlərindən üz çevirib Allaha tərəf getməsidir. Məsələn, biz ehram məsələsinə diqqət etdikdə, həccin əməllərindən, vacib əməllərindən də biri ehram bağlamaqdır. Biz ehram məsələsinə diqqət etdikdə görürük ki, həqiqətən də açıq-aşkar biz bunu müşahidə edirik ki, ehram halında bir insan əgər ehram bağlayıbsa, qeyri-ehram halında olan bir neçə halal əməl var, ehram halında olanda o əməl haram sayılır. Məsələn, bu əməllərə baxdıqda, məsələn, səhra heyvanının ovudur, ailə qurmaqdır, xoş ətirli şeylərdən istifadə etmək, güzgüyə baxmaq, bəzənmək, sürmə çəkmək, dırnaq tutmaq, kölgələnmək və s. kimi o halal əməllər ki var, təxminən 25 dənə əməldir. O əməllər öz-özlüyündə halaldır. Amma ehram halında biz baxırıq ki,
bu əməllər halal olmasına baxmayaraq, həcc zamanı həcc ziyarətini yerinə yetirən şəxs ehram bağladıqda bu 25 əməl haram sayılır. Biz bir baxdıqda görürük ki, həqiqətən də bu haram sayılan əməllər ki var, onlar dünya işləridir, dünya nemətləridir, dünya malıdır. Yəni insan ehram bağladıqda artıq bu dünyadan əlini üzür, dünya nemətlərindən üz çevirir, dünya işlərindən üz çevirir, dünyanın özündən üz çevirir, Allaha tərəf gedir. İmam Əleyhisselam da buyurur ki, "Bifadatun ila rabbik", yəni insanın öz Rəbbinə tərəf getməsi, hər şeyi tərk edib, hər şeydən üz döndərib, öz Rəbbinə tərəf seyr etməsidir. Həccin həm fərdi, həm ictimai faydalarını saymaqla bitməz. Məsələn, fərdi faydalarından da biri odur ki, həcc ziyarətini yerinə yetirən şəxs Allah onun bütün günahlarını bağışlayar. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmdən nəql olunan hədislərin birində buyurur, kim həcci Allaha görə edər və orada, yəni həcc zamanı pis sözlərdən və pis vərdişlərdən uzaq durarsa, anadan olduğu gündəki kimi günahsız olaraq qayıdar. Yəni hər kim həcc əməlini, həcc ibadətini qurbətən ilallah, Allahın razılığını əldə etmək üçün, Allaha yaxınlaşmaq üçün yerinə yetirərsə və pis sözlərdən, pis vərdişlərdən uzaq durarsa, öz evinə qayıdan zaman sanki o yenidən doğulmuş uşaq kimi olar. Yəni heç bir günahı olmaz. Allah onun bütün günahlarını bağışlayır. Biz bilirik ki, həcc əməllərinin bir çoxu Həzrəti İbrahim əleyhissalamın zamanından qalır. Hər bir əməlin təməlində, yəni biz həcc ibadətinin əməllərinin hər birinə diqqət etdikdə, hər birinin əsasında, təməlində təqva dayanır. Hər bir əməlin əsasında səbir dayanır, dözüm dayanır, müt'ilik, yəni Allahın əmrinə itaət, ibadət, sözsüz tabi olmaqlıq dayanır. Xüsusən biz qurban məsələsinə baxsaq, qurban məsələsinin əsasında təqva dayanır. Bəzi insanlar qurban kəsməliyi sadəcə elə bir heyvanın başını kəsib ətini paylamaq və ya bişirib yeməkdən ibarət olduğunu düşünür. Amma biz qurban kəsməyin bir əsasına baxanda, onun meydana gəlmə, yaranma tarixinə baxanda görürük ki, onun əsasında təqva dayanır, onun əsasında səbir dayanır, onun əsasında dözüm dayanır. Qur'an-ı Kərimdə Həcc surəsinin 37-ci ayəsində Allah buyurur, "Lən yenaləhullahu luhuməhə və la dimauhə." Deyir, o kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha çatmaz. "Vələkin yenaluhul taqva minkum." Lakin siz kəsdiyiniz qurbanlardan Allaha çatan yalnız və yalnız nədir? Sizin təqvanızdır. Yəni qurban kəsməyin əsasında, kökündə biz bu ayədən görürük ki, yəni o kəsdiyimiz ətin, qurbanın ətinin, qanının Allaha çatması ilə bağlı bir məsələ yoxdur. Sadəcə olaraq insan onu kəsməklə, Allahın əmrinə itaət etməklə Allaha qarşı olan təqvasını göstərir. Yəni bizim qurban kəsən zaman bizdən Allaha gedən yalnız bizim təqvamızdır. Onların nə ətləri, nə də qanları Allaha çatmır. Ayə bizə belə deyir. Lakin Allaha çatan nədir? Sizin təqvanızdır. Bu ayədən biz açıq-aşkar görürük ki, qurban kəsmək əməlinin əsası təqvadır. Qurban kəsməkliyin əsası səbirdir, dözümdür, imandır. Bir növ qurban kəsən şəxs qurban kəsməklə qurbanlıq, yəni bir vasitə sayılır, insanı Allaha daha yaxın eləsin. Qurban kəsməyin əsasında dayanan əməllərdən də biri dedik ki, nədir? Səbirli, dözümlü olmaq. Biz bunu Həzrəti İbrahim əleyhissalam və Həzrəti İsmail əleyhissalamın əhvalatına baxdıqda biz bunu daha açıq-aşkar görürük. Qur'an-ı Kərimdə Səffat surəsinin 102-ci ayəsində bu haqda Allah təbarək və teala belə buyurur. Ayəni qeyd etməmişdən qabaq Həzrəti İbrahim əleyhissalam ki, Həzrəti İsmail əleyhissalamı qurban kəsmək üçün o yerə gətirir, o əhvalat, o rəvayət belə nəql olunur. Deyir, Həzrəti İbrahim əleyhissalam öz yuxusunu Həzrəti İsmail əleyhissalama danışmamışdan öncə, yəni onu o məlumatı verməmişdən öncə Həzrəti İsmail əleyhissalama göstəriş verir ki, get biraz ip götür, gedək dərədən ip yığaq.
Həmin o dərəyə tərəf üz tutanda şeytan bir insan cildində Həzrət İbrahim əleyhissalamın yolunu kəsir. Həzrət İbrahim əleyhissalama buyurur ki, ey yaşlı qoca, burada nə istəyirsən? Yəni dərəyə gəlmisən, şeytan İbrahim əleyhissalamdan soruşur ki, yəni burada nə işin var? Burada nə istəyirsən? Həzrət İbrahim əleyhissalam ona cavab verir ki, yəni bu dərədə işim var. Yəni onun üçün gəlmişəm, ora odun yığmaq. Yəni burada işim var. Şeytan isə buyurdu ki, Allaha and olsun, mən elə görürəm ki, şeytan sənin yuxuna girib və sənə bu uşağı qurban etməyi o göstəriş verib. Sən onu öldürmək istərsən. Həzrət İbrahim əleyhissalam şeytanı tanıyıb, onu özündən uzaqlaşdırdı. Və belə buyurdu ki, ey Allahın düşməni, məndən uzaq ol, Allaha and olsun ki, öz Rəbbimin verdiyi məmuriyyət dalınca gedib onu yerinə yetirəcəm. Yəni, sən mənim qarşımda bir mani ola bilmərsin. Şeytan İbrahim əleyhissalamdan məyus olub, İsmail əleyhissalama yaxınlaşıb, buyurdu ki, ey oğlan, heç bilirsənmi atan səni hara aparır? İsmail əleyhissalam buyurdu ki, məni aparır ki, bu dərədən biraz odun yığaq. Şeytan buyurdu ki, Allaha and olsun, səni öldürmək istəyir. Həzrət İsmail əleyhissalam onun bu sözünün cavabında nə buyurur? Buyurur ki, niyə? Şeytan deyir, belə fikir edir ki, yəni atan İbrahim belə fikirləşir ki, Rəbbi ona bunu göstəriş verib. Həzrət İsmail əleyhissalam bunun müqabilində buyurur ki, hər nə Rəbbi göstəriş veribsə, gərək onu yerinə yetirsin və mən də canımla, başımla ona təslim olacaq. Şeytan ondan da məyus olub, qayıdır Həzrət İbrahim əleyhissalamın Məkkədə olan evinə qayıdır və istəyir ki, Hacərə müdaxilə eləsin, yəni Hacərə sözünü desin, bu işdən fikrini yayındırsınlar. Hacərə yaxınlaşıb buyurur ki, sən bilirsənmi ki, İbrahim oğlunu hara apardı? Hacər deyir ki, onu apardı ki, dərədən odun yığsın. Şeytan deyir, xeyr, onu apardı ki, onu qurban etsin. Hacər buyurur ki, xeyr, o heç vaxt bu işi görməz. Yəni, Həzrət İbrahim əleyhissalam oğluna olan məhəbbətinə görə oğlunu kəsməz, qurban eləməz. Şeytan deyir, axı Həzrət İbrahim belə fikirləşir ki, bu ona Allahın əmridir, Allahın göstərişidir. Bunun müqabilində Hacər də buyurur ki, əgər ona Rəbbi bu işi əmr etmişdirsə, onda biz hamımız ona təslim oluruq. Artıq şeytan Həzrət İbrahim əleyhissalamdan da, Həzrət İsmail əleyhissalamdan da, Hacər xanımdan da məyus olduqdan sonra onlardan uzaqlaşır. Ki, bu Həzrət İbrahim əleyhissalamın, Həzrət İsmail əleyhissalamı yəni qurban kəsəcək yerə aparacağı əhvalat idi ki, şeytan hər növ, hər cür istədi ki, onları yoldan azdırsın, amma hər üçünün cavabı nə oldu? Bu iş əgər Allahın əmridirsə, biz ona təslim olmalıyıq. Yəni Allahın əmrinin müqabilində səbr göstəririk, dözüm göstəririk. İndi ayə ki, dedik, Səffat surəsinin 102-ci ayəsində həmin ayə belədir. فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَى فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَى. Deyir ki, elə ki onlar o yerə çatdılar, Həzrət İbrahim əleyhissalam buyurdu ki, ey mənim əziz övladım, mən yuxuda görmüşəm ki, səni zibh edirəm, yəni Allah yolunda qurban verirəm. Bax, gör fikrin nədir? Həzrət İsmail əleyhissalam cavabında belə buyurdu ki, قَالَ يَا أَبَتِفْ أَلْمَا تُؤْمَرْ. Ey mənim əziz atam, sənə əmr olunanı yerinə yetir. Yəni Allah, sənin Rəbbin ki, bunu sənə əmr edib, biz bilirik ki, peyğəmbərlərin yuxusu da belə, yəni Allahdandır, ilahi əmrlərdir. Deyir, əgər sənin Rəbbin, yəni sənə belə əmr edibsə, sənə əmr olunanı yerinə yetir, sonra buyur ki, sətəciduni inşaallah minəs sabirin. Sən məni bu işin müqabilində səbr edənlərdən görərsən. Yuxarıda qeyd etdiyimiz o əhvalat ki var və eyni zamanda bu ayə ki var, biz bu ayəyə diqqət edin, gör ki, həm Həzrət İbrahim əleyhissalam, həm Həzrət İsmail əleyhissalam Allahın belə bir çətin əmrinin müqabilində, Allahın belə bir çətin göstərişinin müqabilində necə də səbirli olmaları və eyni zamanda niyə, yəni Allahın əmrinə niyə və nə üçün demədən tabi olmalarını, o əmrə itaət etmələrini görürük. Həqiqətən də bu böyük bir mərhələdir. Bu böyük bir mərhələni keçmək üçün, bu böyük bir mərhələdə özümüzü göstərmək üçün insan üçün dözüm lazımdır,
səbr lazımdır ki, biz də bunu Həzrət İbrahim əleyhissalam və Həzrət İsmail əleyhissalamda gördük. Eyni zamanda Həzrət İbrahim və Həzrət İsmail əleyhissalam üçün bu böyük bir imtahan idi. Yenə də belə bir imtahanın müqabilində, belə bir imtahandan üzü ağ çıxmaq üçün səbirli və dözümlü olmaq lazımdır ki, biz də bunu Həzrət İbrahim əleyhissalam, Həzrət İsmail əleyhissalam və Peyğəmbərin xanımı Həzrət Hacər əleyhissalamda müşahidə elədik və şahidi olduq ki, onlar necə böyük bir səbr göstərdilər, necə bir əzm göstərdilər, dözüm göstərdilər. Ki, Həzrət İsmail əleyhissalam nə dedi? Sətəciduni inşaallah minəs sabirin. Sən məni səbr edənlərdən görərsən. Allah Teala bu itaətin, bu səbrin müqabilində Saffat surəsi 104-cü ayəsində buyurur ki: "Və fəddəynahu bizibhin azim." Biz onu böyük bir qurbanla əvəzlədik. Yəni Allah Həzrət İbrahim əleyhissalamın bu imtahandan üzü ağ çıxdığı üçün və Allahın əmrinə niyə və nə üçün demədən itaət etdiyi üçün və səbr, dözüm göstərdiyi üçün Allah buyurur ki, biz bunun müqabilində onu böyük bir qurbanla əvəz etdik. Həqiqətən də həccin hər bir əməlinin biz əsasına baxanda, həccin hər bir əməlinin təməlinə baxanda görürük ki, orada itaət var, görürük orada səbr var, təqva var, iman var, gözəllik var. Hər bir əməllərin kökündə insanın Allaha tərəf üz tutması var. Ona görə də İmam Səccad əleyhissalam buyurdu ki, "Vifadətun ilə Rabbikə." Yəni, həcc biləsən ki, sənin Rəbbinə tərəf seyr etməyindir, sənin Rəbbinə tərəf getməyindir. Yəni, dünyadan üz çevirib Rəbbinə tərəf üz tutmaq. Sonda bir məsələni də çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həcc ibadətinin insanın həm dünyəvi, həm axirət, həm fərdi, həm ictimai, mənəvi təsirləri çoxdur. Yəni, bunu saymaqla bitməz. Amma biz görürük ki, bəzi insanlar var ki, bu ibadəti yerinə yetirdikdə bu faydalardan özlərini məhrum edirlər. Bəziləri ada görə gedirlər ki, ona hacı desinlər, hacı gəldi, hacı filan kəs. Yəni, məhz bu adı qazanmaq üçün həcc ziyarətinə gedirlər. Amma özlərini o haccın həqiqətindən kənarlaşdırırlar. Həcc ziyarətinin, həcc ibadətinin fəzilətindən özlərini uzaqlaşdırırlar. Yalnız və yalnız o adı qazanmaq üçün həcc ziyarətinə gedirlər. Və yaxud da ki, bir çoxları heç həqiqətini dərk etmədən filan kəs getdi, mən də gedim, qonşum getdi, mən də gedim, dostum getdi, mən də gedim. Məhz buna görə həcc ziyarətinə gedirlər. Amma həccin o həqiqəti ki var, gözəlliyi ki var, onu dərk etmədən gedirlər. Və yaxud da ki, bəziləri ümumiyyətlə nə üçün getdiklərini anlamırlar. Ki, bunlar hara gedirlər, niyə gedirlər, nə üçün gedirlər, gedəndə nəyə diqqət etməlidirlər, qaydanda nəyə diqqət etməlidirlər. Yəni, heç bir şeyə diqqət etmədən bu ziyarəti yerinə yetirirlər. Və nəticədə belə bir insanlar etdiyi əməllərə görə cəmiyyətdə insanların həcc ibadətinə qarşı mənfi fikirdə olmalarına səbəb olurlar. Ona görə də həcc ibadətini yerinə yetirən şəxs daha da diqqətli olmalıdır. Daha da çalışmalıdır ki, onun hansısa bir səhvinə görə, hansısa bir əməlinə görə həcc ibadətinə qarşı insanlarda mənfi fikirlər yaranmasın. Yəni, insan tam məsuliyyətlə dərk eləməlidir ki, mən hara gedirəm, niyə gedirəm, bu əməlin faydası nədir, bu əməlin fəlsəfəsi nədir, bu əməli yerinə yetirən zaman mən nə əldə edirəm. Yəni, insan bunu dərk edərək bu ibadəti yerinə yetirməlidir. Və çalışmalıdır ki, həcc ziyarətindən qayıdandan sonra öz əməllərinə diqqət etsin, davranışına diqqət etsin, öz sözlərinə diqqət etsin ki, onun hansısa bir əməlinə görə insanlar həcc ziyarətinə qarşı mənfi fikirdə olmasınlar. Allah hər kəsin ibadətini qəbul eləsin, Allah hər kəsin həccini qəbul eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.